Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda ölkəsindən Azərbaycana məhsul ixracının da həyata keçiriləcəyinə əmin olduğunu bildirib, lakin o, ixrac məhsullarının nələr ola biləcəyinə aydınlıq gətirməyib. Qlobal İnfoza danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, Azərbaycandan Ermənistana enerji məhsulları, dizel, benzin və yanacaq ixrac edilir. Stat. Eyni qaydada tranzit ölkə kimi Azərbaycan üzərindən Qazaxıstan və Rusiya taxılı Ermənistana daşınıb. Ermənistan məhsullarının Azərbaycana daşınmamasının əsas səbəbi isə bunlara ölkəmizin ehtiyacının olmamasıdır. Fikrimcə, Ermənistan tərəfi bu ticarət mübadiləsini Azərbaycandan alınan enerji məhsullarının müqabilində ödəniş kimi etmək istəyir. Böyük ehtimalla həmin məhsullar meyvə-tərəvəz və ya erməni konyakı olacaq. Bunlarla bağlı mübadilə edilə bilər. Bütün hallarda məhsullar Bakının razılığı ilə müəyyən ediləcək. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.